Axirətdə qeyri-müsəlmanların aqibəti və cənnət kimlər üçündür? Qeyri-müsəlmanların axirətdəki aqibəti və cənnətin yalnız müsəlmanlara məxsus olub-olmaması bir çox insanı düşündürən məsələlərdəndir. Qurani Kərimə əsasən nicat və qurtuluş üçün iki əsas şərt vardır. Birincisi düzgün etiqad, ikincisi salih əməl. Bu iki amil bir-birini tamamlayır. Yalnız yaxşı əməllər, lakin düzgün etiqad olmadan kifayət deyil. Eyni şəkildə düzgün etiqad olub əməl olmadıqda da insan kamil nicata çatmaz. Nicat üçün etiqadın rolu. İslam baxışından insanın bir olan Allaha, peyğəmbərlərə və xüsusilə son peyğəmbər olan Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmə iman gətirməsi əsas şərtdir. Quranda buyurulur, həqiqətən Allaha və onun elçilərinə küfr edənlər məhz onlar həqiqi kafirlərdir və biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq. Bu ayə göstərir ki, Allaha və peyğəmbərlərə iman nicat üçün əsasdır. Lakin məsələ bununla bitmir. Küfrün növləri. İslam alimləri küfrü, yəni inkarı üç əsas qrupa bölüblər. Birincisi, inadkar inkar edənlər. Bunlar həqiqəti tanıdıqları halda təkəbbür və mənafə naminə rədd edən şəxslərdir. Quranda bu cür insanlara işarə edilərək buyurulur ki, kitab verilənlər Peyğəmbəri öz oğullarını tanıdıqları kimi tanıyırdılar, lakin bir qismi həqiqəti bildikləri halda gizlədirdi. İkincisi, səhlənkar inkar edənlər. Bunlar həqiqəti araşdırmaq imkanına malik olduqları halda səhlənkarlıq göstərən, axtarış aparmayan və laqeyd qalan şəxslərdir. Onlar bu nöqsana görə məsuliyyət daşıyırlar. Üçüncüsü, günahsız, yəni üzürlü inkar edənlər. Bunlar həqiqəti səmimi şəkildə axtaran, lakin müxtəlif səbəblərə görə İslamı qəbul edə bilməyən insanlardır. Bu qrupa İslam barədə düzgün məlumat almayan və ya yanlış təqdimat səbəbi ilə həqiqəti dərk edə bilməyənlər də daxildir. Quranda buyurulur, biz heç bir qövmə peyğəmbər göndərməyincə əzab vermərik. Bu prinsip Allahın ədalətini göstərir. Səmimi şəkildə həqiqəti axtaran, lakin düzgün formada əldə etməyən bir insanın ədalətsiz şəkildə cəzalandırılması ilahi ədalətlə uyğun gəlməz. Nəticə. Beləliklə, qeyri-müsəlmanların axirətdəki aqibəti onların inkar növündən və həqiqət qarşısındakı mövqeylərindən asılıdır. İnadkar şəkildə həqiqəti rədd edənlərlə səmimi şəkildə axtarış aparıb, lakin düzgün nəticəyə çata bilməyənləri eyni tutmaq ədalətli olmaz. İlahi ədalət tələb edir ki, hər kəs öz niyyətinə, biliyinə və imkanına görə mühakimə olunsun. Bu baxımdan məsələ sadə və qəti bir hökm kimi deyil, ədalət, niyyət və həqiqətə münasibət çərçivəsində dəyərləndirilir.